Suraxanı rayon məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Qalib Bəşirovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Məlumata görə hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilib. İddiama görə hadisə bu il sentyabrın 30-da saat 15:30-da paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb. Belə ki, Qalib Bəşirov azyaşlı qız ilə WhatsApp vasitəsilə görüntülü danışarkən evdən səs-küy gəldiyini eşidib. Bu zaman onda evdə kənar şəxsin olması ilə bağlı şübhə yaranıb. Təqsirləndirilən şəxs qızının ağlamağını da eşitdikdən sonra keçmiş həyat yoldaşı olan zərərçəkmiş Samirə Quliyevanın yaşadığı evə gəlib. Qapını döyərək içəri daxil olmaq istəyib. Qadın qapını açdıqda təqsirləndirilən şəxs ondan evdə kimin olduğunu soruşub. Zərərçəkmiş şəxs isə mənzildə heç kimin olmadığını bildirib. Lakin həmin vaxt hamam otağından yad kişi çıxıb. Bunu görən Qabil onun üzərinə hücuma cəhd edib. Lakin həmin şəxs hadisə yerindən qaçaraq uzaqlaşıb. Bundan sonra təqsirləndirilən şəxs keçmiş həyat yoldaşını əxlaqsız davranışda günahlandıraraq onun nalayiq ifadələrlə təhqir edib. Qəsdən yumruq və şillə ilə Samirənin sifət və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Nəticədə o zərərçəkmiş şəxsə burun tənəffüsünün çətinləşməsi ilə müşahidə olunan burun və ətraf yumşaq toxumalarda qançır kimi xəsarətlər yetirib. Zərərçəkmiş məhkəmə ifadəsində bildirib ki, keçmiş əri ilə barışıb, ondan şikayətçi deyil.